İnsanın 3 ölçü vahidi var. 1, 2, 3. Allah Teala sana bunun üçün də verir. Tükü töküb gözü üstündə gözü dörtmüsən. Buna nə ləzzət alırsan ondan? Göstəriciləri korlamısan, ya antropoloji görkəmi korlamısan oğlum. Dağınıq saç xoşlayıram. Bizim ağzının üzündən götür duvağı, qoy açıq görünsün ayın qabağı. Açıq yaşamışdı bizim dənələr, sarayda abala kəfən pərdələr. Bu uşaqların hamısının gözü görünmür, alnı görünmür. Nə olacaq bunlar? Saç düzümlərinə və geyimlərinə, yəni irad tutmağa ehtiyac yoxdur. Onlara dəstək olub Elmi yox, dünya görüşü yox, təhsili yox. Onun geyimi nə olacaq? Onun mənə cəmiyyətə göstərdiyi nə olacaq? Əlaqəsi yoxdur geyimlə. Əgər mənim balalarım, mənim uşaqlarım elmli, təhsilli, sənətləri olsa, onlar bir şeylər eləməyəcəklər. Bu xəstəliyin mahiyyətini tapıb onu müalicə eləmək lazımdır. Səbəbi müalicə eləmək lazım qızım. Bizim cəmiyyətdə boz-bulanıq, qarışıq bir şeyə döndərən səbəb nədir? Geyimlə, amma məncə elmi yəni bir tutmamaq lazımdır. İnsanlar necə istəyib geyinib və ağıllı da ola bilərlər. Yəni. İndi müvəqqəti dünyadır deyə kim nə istəyir, onu da tam eləyə bilər də. İndi bizə nə düşür ki, hörmət duymalıyıq. Adamlarımıza hörmət eləməliyik, hamısının fikrinə hörmət eləməliyik. Məsələn, mən saçımı uzadıram çünki mənim belə xoşuma gəlir. Ləzzət eləyir deyə belə saxlayıram. Müvəqqəti dünyadır. Oğlum, bir şəxsi maraq var, bir də ümumi xalq, cəmiyyət marağı var. Sənin şəxsi keyfinə biz niyə qurban verməliyik? Sənin şəxsi keyfin beləsə, hamımız biz sənin keyfin qurbanı olaq. Ümumi qəbul olunmuş ölçülər, dəyərlər var. Hamı o içində olmalıdır. Sen biraz orada, bu biraz burada, ama ümumi qanun uyğunluq nəzəriyyəsini pozmaq olmaz mənim balam. Cavansa böyüyəndə başa düşəcəksin inşallah. İndi həm də mağara adamı deyilik. Şeir bilirsən? Nə şeiri? Nə şeir? Şeirin necə nə şeir? Şeirin nə olmur ki? Gəl. Yox, bilmirəm. Ged 2 dənə şeir öyrən, bir dənə kitab oxu, bir dənə filmə bax, bir dənə muzeyə gir. Bir dəfə çıx cəmiyyətdə gəl, təbiətin gözəlliyinə bax. Onda görəcəksən ki, təqlidçilik nədir, əsl təbii gözəllik nədir.